Şagirdlər imtahanda funksiyaların qrafikinə aid olan mövzularda çətinlik çəkirlər. Qrafiklərə aid olan sualları daha rahat həll etmək istəyirsənsə, videonun sonuna qədər izlə. Bu şəkildə olan funksiyaya xətti funksiya deyilir. Və qrafikinə görə B-dən K-nı çıxmalıyam. Burada da B-ni tapmalıyam, sonra da K-nı tapmalıyam. B-ni tapmaq üçün yadınızda saxlayın. Y oxun qrafikin kəsdiyi yer B olur həmişə. Yəni burada B bərabərdə 6-dır. İndi keçim K-nı tapıb. Bunu da yadınızda saxlayın. Y oxun kəsdiyi yerlə X oxun kəsdiyi yeri bir-birinə bölün. Yəni 6-nı bölün 3-ə. Sonra isə koordinat oxunda X oxu ilə bu xəttin, yəni sağ tərəfi ilə əmələ gətirdiyi bucağa baxın. Əgər bu bucaq iti bucaqdırsa, K müsbət olur onda. Burada onda K 6 bölünsün 3 müsbət 2-dir. Əgər burada qrafik kör bucaq əmələ gətirsəydi, yəni X-ə belə kəsib keçsəydi, sağ tərəfi ilə kör bucaq əmələ gətirsəydi, K mənfi olacaqdı. Yəni K olacaqdı mənfi 2. Amma hal-hazırda burada iti bucaq əmələ gətirdiyinə görə baxırıq ki, burada iti bucaqdır, ona görə müsbət 2-dir. Yəni artıq burada B oldu 6, K oldu 2. Misalda da soruşur ki, B-dən K-nı çıxanda neçə qalır? Yəni 6-dan 2-ni çıxanda cavab eləyər burada 4. Yəni düzgün cavab burada 4-dür, C variantı.